Pişik yem yeyir. Nə edir? Yeyir. Xəbər. Nə? Pişik mübtəda. Bəs yem. Yem sözü burada nədir? Yem sözü qeyri-müəyyən təsirli haldadır və cümlədə tamamlıqdır. Bəs bunun qeyri-müəyyən təsirli halda olduğunu tapmağın yolu nədir? Hardan bilək? Deməli, xəbərin yanında olan söz, adlı kala oxşayan söz, qeyri-müəyyən təsirli haldadır və bunu tapmağın 4 yolu var. Deməli, 1. Sözə şəkilçisini, yəni təsir şəklinin şəkilçisini bərpa eləməklə pişik yemi yeyir. 2. Onu xəbərin yanından uzaqlaşdırırıq. Yemi pişik yeyir. Gördünüz, şəkilçi özünü göstərdi. 3. Həmin sözün əvvəlinə o, bu, həmin əvəzliyini artırırıq. Pişik, pişik o yemi yeyir, pişik bu yemi yeyir, pişik həmin yemi yeyir. 4-cü üsulda həmin sözün yerinə onu, bunun əvəzliyini qoyuruq. Pişik onu yeyir, pişik bunu yeyir. Bu 4 üsuldan birini tətbiq etməklə həmin sözün qeyri-müəyyən təsirli halda olduğunu tapmaq mümkündür. Belə.